Allah deyir ki, Allaha və Rəsula və ulul əmrə itaat elə. Ulul əmrin kim olduğunu zaten ayənin tamamı açıq deyir ki, bir məsələdə ixtilaf etsəniz onu rədd eləyin Allaha və Rəsula. Kimin bunu Allaha və onun Rəsuluna rədd etmə qabiliyyəti var, o ulul əmrdir. Aydındır, demir ki, rədd eləyin Allaha və Rəsula və ulul əmrə. Əgər Allaha və Rəsula və ulul əmrə desəydi ayənin davamı, onda deyərdik ki, burada ulul əmr başqa kəsdir. Yəni çünki rədd eləmək məsələ, amma burada rədd eləmək məsələsi Allah və Rəsulu olduğuna görə rədd eləyənlər ulul əmr olur. 1-ci Əhzab 59-da, belədirsə 59-da ulul əmrin kim olduğunu ortaya qoyur. Rədd etmək, yəni ixtilafın həlli üçün müraciə etmə, qaytarma qabiliyyəti olan kəslərin ulul əmr olduğunu qoyur. Bu qaytarma edən kəslər və ulul əmr kimdir kəsinin sualını Nisa 83-də Allah belə açıqlayır. Sizə bir əmr gəldikdə onu dərhal yayırsınız. Qorxudan və əminlikdən sizə bir əmr, bir iş, bir buyruq gələndə onu dərhal yayırsınız. Əgər onu yaymamışdan öncə qaytarsaydınız, rədd eləsəydiniz, yenə gətirir. Yəni kimə? Rəsula və ulul əmrə. Bax, burada da Allah sözünü gətirmədi. Yəni Allah və Rəsulu ayırmaq istəyənlərə Nisa 83-də cavab verir ki, Rəsula qaytaranda Allaha qaytarmış olursunuz. Hə. İndi bunu qaytaran kəs ulul əmrdir. Amma indi qaytarma qabiliyyəti olmayanlar gələk ulul əmrə qaytarsın. Və ya da Rəsul varsa Rəsulun özünə qaytarsın. Rəsulun özünə qaytarırsa da zaten özü ulul əmrdir. Yox, qaytara bilmirsə də o zaman ulul əmrə götürür. Ulul əmr bunu Rəsula qaytarır. Deməli, Rəsul nədirsə hər zaman var və ulul əmr də ona qaytara bilir. Deməli, buradan Rəsuldan məqsəd şəxs deyil, kitabın elə özüdür, göndərilmiş olan Rəsul göndərilmiş deməkdə, göndərilmiş kitabın özüdür. Aydınlığı nə demək istəyirəm? Biz nəbilərin rəsulluğunu da inkar eləmir. Ya sadəcə demək istəyir ki, burada Rəsuldan qəsd Quran da Rəsuldur. Ona da aiddir. Kitaba qaytarır. Dalınca ayənin davamı istinbatdan danışır. Deyir, onlar hökmən onun istinbat edib doğrusunu ortaya qoya bilərdilər, çıxarda bilərlər. Doğru çıxarış edə bilərdilər. Əgər Allahın sizə olan rəhməti olmasaydı, ağzınız istisna olmaqla hamınız şeytana tabi olardınız. Bu Nisa 59-un açıqlaması. Gələk ikinci məsələyə. Adam dedi ki, Qocarim hansı ayəti dedi? Nisa 59-un açıqlaması Əhzab 33 gətirdi ki, Əhl-i Beyt kimdir? Əhl-i Beyt qardaş kimin olduğunu Səffat surəsində Allah deyir ki, biz o günün çətinliyindən, əzabından deməli, Səffat 75-də və 76-da deyir ki, وَلَقَدْ نَادَانَ نُوحَ فَلَنِعْمَ الْمُجِيبُونَ deyir, biz artıq and olsun ki, Nuhun nidasına icabət elədik, biz nə gözəl icabət edənlərik. Aydındır, Nuh bizə nida elədi, biz çağırışa necə də gözəl icabət etdik deyir. Və nəccəynəhu və əhləhu min kərbin azim. Və beləliklə biz onu və ailəsini o sıxıntılı haldan nicat verdik. Sıxıntı vəziyyətindən onun əhlinə, əzəmətli olan sıxıntıdan nicat verdik. Yəni tufandan qutardıq, əhlini qutardıq deyir. Baxırıq, görürük ki, Allah Teala Hud surəsi 45-ci ayədə deyir ki, və nadə Nuhə Rabbə, Nuh öz Rəbbinə nida etdi, fəqalə Rabbi inni ibni min əhli. Baxın, oğlum mənim əhlimdən, hansı əhlidən? Hər fırlayırlar, yozurlar, pükürlər ki, əhli beyt demir ki, əhl deyir. Qardaş, burada Nuhun oğlu, Nuhun əhli beytidirmi? Burada heç kim deyə bilməz ki, oğul onun əhli beyti deyil, əhli beytidir. Doğrudur ya yox. Burada əhli kəlməsi ilə beytə aid olan əhlin qəsd olunduğu aşkardır. Tamam. Deyir ki, oğlum mənim əhlimdəndir, yəni beytimin əhlindəndir. Məsələ burasından, yəni ailə üzvümdür. Və in va'adəkəl haqq, sənin vədin də haqda innə vədə. Və əntə əhkamul hakimin, sən hökm edənlərin hakimisən. Allah Teala bana fikir verir. Bunların iddiası bu ola bilər ki, Nuhun, o kafir oğlu Nuhun oğlu deyildi. Allah bunu inkar edir. Deyir ki, yox, bu bunun elə öz oğluydu, öz belindən gələn oğluydu. Bunlar iddia edirlər ki, Nuhun arvadı xəyanət eləyibdir. Nuhun oğlu deyil, o başqasındandır.
Yəni dedək Nuhun qadınları xəyanət əhlidir. Yəni bu cür xəyanət eləyibdir ki, gedib başqası ilə cinsi münasibətdə olub və başqasından oğul qazanıb. Xeyr, Allah burada sübut edir ki, bu Nuhun öz belindən gələn oğluydu. Aydındır? Amma əhli deyil idi. Nətər yəni belindən gəlibsə əhli olmalıdır axı. Bəs başa düşürük ki, əhl o kəsdir ki, sənə iman etmiş olsun. Yəni Quranda əhl-i beyt deyiləndə qəsd edilən evin əhli hamısı yox, ricdən arınmış olan, özünü Allahın rics adlandırdığı şeylərdən qoruyan və ona iman gətirən kəslərdir. Ayənin davamı bizə nə deyir? Qalə ya Nuh innəhu leysəhu min əhlikə innəhu əmələ qeyri salih. Allah deyir ki, ya ey Nuh, o sənin əhlindən deyil. Yəni oğlun da amma əhlin deyil. Aydındır nə demək istəyirəm. Yuxarıcı ayədə isə bizə nə dedi? Biz Nuhu və əhlini qurtardıq. Kimdə əhli? Nuhla gəmiyə minənlər. Gəmiyə minməyən kimdir? Oğlu. Deməli onun əhli olmuyor. Nuhla iman gətirib onunla bir yerdə hərəkət edənlər onun əhlidir. Nuhdan üz çevirib ondan iman gətirməyib gəmiyə minməyən kəs oğlu belə olsa, eli arasında əhli beyti saysa da belə Allah deyir o sənin əhlin deyil. Və bir də Nisa belə Əhzab surəsi 33-cü ayədə ki, Əhləl Beyt kəlməsinin bir bənzəri də yenə Hud surəsində gəlmişdir. Orada da İbrahimin evinə gələn qonaqlar var. Elçilər gəlir. Həmən bu elçilər deyir, biz sənə bir evlad müjdəsi veririk. Xanımı əlini üzünə vurur, gülür, deyir, necə bizim uşağımız ola bilər ki, mən bir halda ki, qısır bir qarı, ərim, qoca bir kişi olduğu halda biz necə uşağımız ola bilər? Deyir, Allahın rəhməti, xeyri, bərəkəti sizin üzərinizdə olsun. Ey Əhləl Beyt. Orada da Əhləl Beyt kəlməsi keçir. Niyə? Çünki xanımı Nuh'a iman gətirmiş, hökmünü ortaya qoyur ayə və biz yenə iddiamız budur ki, nə deyir? Xanım da olsa, öz belindən gələn evladı da olsa, hətta yad bir adam da olsa, Peyğəmbərə iman gətiribsə, bu üçünün hamısı onun Əhl-i Beyt sayılır. Yəni biz inkar eləmirik ki, məsələn, Əli və yaxud da Həsən və Hüseyn Əhl-i Beyt deyil. Bəziləri biz bunu deyəndə elə başa düşür ki, biz Peyğəmbərin Əhl-i Beytindən düşmənçilik yaparıq. Xeyr, sizə başa salmağa çalışırıq ki, siz kimisə yüksətməyə çalışmağınız doğru bir şey deyil. Və yaxud da firqəsilik yaratmayın. Əhl-i Sünnə də deyir, yox, burada qadınlardır. Ay qardaş, qadın da olsa, evlad da olsa, kürəkən də olsa, qız da olsa, hətta yad da olsa, bunların hamısı Allah elçisinə yolunda gözünü qırpmadan canını qurban edəcək şəkildə iman etsə, iman gətirsə onun dediyi ayələrə, bunların hamısı Əhl-i Beytdir. Biz də görürük ki, bu söz Səlmandan da işlənib, tarixə baxsaq, xanımı da məsələsini ortaya qoyur, ayə Qurana baxanda, evlad məsələsində də deməli nədir? İman etməyən bir evladın da Əhl-i Beyt olma yetkisi yoxdur. Bunların hamısını görürük. Bir də gəlin ayənin sonunda nəyə diqqət edin? Məsələn, Allah Teala Yunus 100-də ricsi ağlını işlətməyənlərin üzərində qərar verdik deyir. Maidə 90-da içkini, qumarı, falı, büt, rics adlandırır. Bunları uzaq olmağı tapşırır bizə. Deməli, bunlardan uzaq olmayan Əhl-i Beytdən sayılmaz. Ağlını işlətməyən Əhl-i Beytdən sayılmaz. Ricsə baxmalıyıq ki, rics nədir? Onları tanıyın. Ənam 125-də köksünü Allahın nazil etdiyi İslama açmayan kəslər rics olur. Deməli, İslama köksünü aşmalısan. Köksün aşmayan şəxs qoğulu da olsa, arvad da olsa, kim də olur olsun, Əhl-i Beyt hesab edilə bilməz. Ənam 145-də Allahın yeməsini qadağan etdiyi şeyi rics adlandırır. Ona görə də bunlardan çəkinməyən bir adam, bunlardan istifadə edən adam Əhl-i Beyt sayıla bilməz. Sonra Allah Əraf 71-də Allahdan heç bir elmi, dəlili olmadan nazil edilən ilahi kitaba əsaslanmadan ata-babalarının uydurduqları din müdafiə edən kəsləri Allah rics adlandırır. Deməli, insan Allah adından özünə görə bir söz deyə bilməz. Əhl-i Beyt o kəslərdir ki, yalnız kitaba görə əsasən bir söz danışmalıdır. Tövbə 95-də Allah yolunda mübarizə etməklə boyun qaçıran, dildə müsəlman, qəlbdə isə kafir olan, münafiqlik edən yəni kəsləri rics adlandırır. Deməli, Əhl-i Beyt münafiq ola bilməz. Və Tövbə 125-də yenə Allah nazil etdiyi ayələrə iman etməyən və ayələrə ələ salan və onu oyuncaq hesab edən, Qur'anı yetərli olduğuna iman etməyən kəslər rics adlandırır. Deməli, Qur'anı dində yetərli görməyib, Qur'an mənə bəs edir deməyən kəs Əhl-i Beyt sayıla bilməz.
Buna dair hədislər də var ki, məsələn İmam Zeynəl Abidindən gətirirlər ki, deyir şərq və qərb arasındakılar həlak olsaydı, bir tək Quran məndən olsaydı, mənim heç bir şeydən qorxum olmazdı. Yəni Quran mənə yetər demək istəyir açıq şəkildə. Nəysə, Tövbə surəsi 28-də Allah şirk edənləri, müşrik olanları da rijs adlandırır. Yəni ayət Quranda Əzab 33-ü tam olaraq açıq şəkildə ortaya qoymuş olur, başa salmış olur, göstərmiş olur. Sözümüz təharət mövzusu da yenə Quranda baxılmalıdır. Təharət keçən ayətlər nəyə başa salır, nəyə qəsd edir, xilas olmuş, bu kimi şeylərdən, rijs olan şeylərdən xilas olmuş kəslər Əhl-i Beyt olduğu açıqdır. Son olaraq Nəhl surəsinin 43-cü ayəsini adam gətirir ki, bunun açıqlaması yoxdur, yalan deyir. Qur'an deyir, biz bu kitabı belə deyək də, sənə də zikri nazil etdik. Denən əgər bilmirsinizsə, gedin zikrin əhlindən soruşun. Əziz qardaşlar, birinci zikrin nə olduğu Quranda bəllidir. Zikir Allahın xatırladıcı öydüdür və Allahın nazil etdiyi zikir adlanıb zikri, ey özünə zikir nazil edilən, həqiqətən sən məcnunsan dedilər. Zikri biz nazil edirik, onu biz qoruyacağıq və Qur'anın, Allahın kitabının, yəni Qur'anın zikir olmasını ortaya qoyan bir çox ayətlər var. Mən onların istəsəniz zikrin Allahın kitabı olduğunu bilmək istəsəniz, onun haqqında sizə bir neçə ayətdə deyə bilərəm. 43-cü surənin 44-cü ayəsi zikrin kitabı olduğunu ortaya qoyur. 68-ci surədə 25-ci ayə, 65-ci surədə 10-cu ayə və 71-in 17-si, məsələn 68-ci surə əlavə olaraq bir dənə də ayət ortaya qoyaq. 51-52-ci ayətlər, bunların hamısına baxsaz zikrin kitab olduğunu Allah açıq şəkildə bilir. Demək, zikir kitabdır, yəni vəhyin kitabıdır. Yəni Musanın da kitabına zikir sözünü işlədib Allah, bizim də kitabımıza zikir kəlməsi gəlibdir, fakt olaraq işlənibdir. İndi məsələ burasında da deyir, əgər bunun Allahın kitabı olduğunu qəbul etmişsinizsə də, o zaman gedin lağarın, zikrin əlindən sorsun. Bu adam deyir ki, bu ayəni açıqlayan bir ayət yoxdur. Amma biz baxırıq, görürük ki, Allah Teala Quran-ı Kərimdə Ənbiya surəsi 21-ci surənin 2, 3, 4, 5, 6, daha 7-ci ayədə eyni bu ayənin mütəşabihini də gətiribdir. Açıq şəkildə ortaya qoymuşdur. Məsələn, Allah Teala'nın ayətlərini elçi onlara oxuduğu zaman onlar deyirlər ki, onların qəlbləri qəflət içindədir. Zalimlar isə gizlicə pıçıldaşıb dedilər. Bu, sizin kimi bir nədir? Bəşərdir. Gözünüz görə-görə sehrə mi uyacaqsınız? Yəni, Allahın zikrini nə adlandırdılar? Sehr adlandırdılar. Elçi də dedi, Rəbbim göydə və yerdə hər sözü bilir. O eşidəndir, biləndir. Yəni, o pıçıldayırsınız, onu belə Allah bilir. Yəni, başa salmaq istəyir ki, yəni vəhiy gəlir. Mən bilirəm, siz nə danışırsınız. Xeyr, onlar dedilər. Yəni, o Qur'an qarmaqarışıq xülyadır. Xəyalları ürünüdür. Aydındır. Əsğasul əhlam dedilər onun barəsində. Allah da bunun yenə çatdırır. Sonra başa düşürlər ki, yox, bu qarmaqarışıq deyil, çox fəsahət və bəlağətli bir kitabdır. Deyir, bəl iftərahu bəl huva şair. Dedilər, o bir şairdir. Axırda nə qardılar? Dedilər, görürlər fəsahət və bəlağət, deyir, o bir şairdir, dedilər. فَلْيَأْتِنَ بِآيَةٍ كَمَا أُرْسِلَ الْأَوَّلًا. Qoy bizə belə isə əvvəlkilərə gələn ayətlər kimi bir ayət gətirsin. Bizə əvvəlkilərə göndərilən ayətlər kimi bir ayət gəlməli deyildimi dedilər, irad tutdular. Bunun üzərinə 6-cı ayətdə Allah deyir ki onlara, onlardan əvvəllər məhv etdiyimiz heç bir məmləkət iman gətirmədi. Onlar mı iman edəcəkdir? Yəni onlara həmən bunların istədiyi ayələr onlara gəldi. O halda hələm onlar iman etmədi. Biz də onları həlak etdik. İndi bunlar mı iman edəcəkdirmi yəni? 7-ci ayədə Allah deyir ki: "Və ma erselna qablaka illa ricalan." Biz səndən əvvəl də özlərinə kişilər göndərdik. Yəni ricallar rəsul olaraq göndərdik. Özlərinə vəhy etdiyimiz. Bunların istədikləri o vəhyi onlara endirmişdik də. Belə isə sual etsinlər zikrin əhlindən, əgər bilmiş deyillərsə, bilməmiş olsalar, bilməmişdilərsə də getsinlər soruşsunlar. Onlara gəlibdir də, həmən zikrin əhlinə gəlibdir o elçilər.
ayetlerine geçsinler, onlardan soruşsunlar. Eğer buradaki zikir kelimesinin, yani zikirin ehli qəsdi Məhəmməd Nəbiyyədirsə də niye elçi deyirsə, Allah elçi əmri ki, denən geçsinlər zikrin ehli? Niye demir səndən soruşsunlar? Deməli, bunlar zaten bu zikre iman etmirlər. Allah deyir, bu zikrin misli əvvəlkilərə gəlmişdi vəhiylər. Və hətta onların istədiyi şeylər də onlara verilibdir. Geçsin onlardan bir soruşsunlar. Bu onu təsdiqləyən bir kitabdır. İndi bu günləri zikrin əhli kimdir? Kitab əhli, Qur'anın əhli, Qur'ana iman gətirib, Qur'ana zikr eləyən, Qur'anı insanlara xatırladan bu kitabın əhlidir. Yəni, nə o Seyyid, nə bir başqaları Qur'anın əhli deyirlər. Onlar Qur'anın düşmənləridir, Qur'anla mübarizə aparan adamlardır və Qur'anda filan ayənin açıqlaması yoxdur, Qur'anda filan şey yoxdur. Bunların mübarizəsi bizlə, sizlə deyil. Bunlar Qur'anla mübarizə aparıb insanları Qur'ana yox, özlərinə, öz ağalarına, öz uydurduqları və öz əlləri ilə yazdıqları kitaba qul etməyə çalışan bir Allah düşmənləridir. Muhammed Əhl-i Beyt düşmənləridir, Quran düşmənləridir. Bunlar Əhl-i Beyti Muhammədi, Əlini sevirəm kimi görünsələr də Əhl-i Beytə qarşı ən böyük xəyanət edən adamlar bunların məhz özləridir. Salam olsun hidayətə tabi olanlara.